Bugün sizə heç bir yerdə reklamı, Instagram səhifəsi olmayan, amma içərisi hər zaman dolu olan bir məkan barəsində danışmaq istəyirəm. Soyuq qəlyan altlar standart olsa da keyfiyyəti yüksək səviyyədə idi. Məclisimizi ağ şərab və kərə yağı ilə bişmiş quzu krevetka ilə asıq elan edirik. Bilirsiniz necə dəli bir şeydir bu? Heç də yox, çörəyi bir dənə onun o kərə yağına batırırsan və turş məzə dadı var. Bir damcı da ət qoydun onun üstünə. Всё, buradan kosmosa gəlib qayıdırsan. Hələ kababları, lülə bir dənə performans göstərirdi ki, elə bil ki, mədəmə protein və yağa parçalanmağa yox, mənə ən ülvi hissləri yaşatmağa gedir. Və induşka kababı, bura Tovuzluların restoranı olduğuna görə demək olar ki, bütün məhsullar Tovuzdan gəlir. İnduşkanın siz dümbücünün ölçüsündən, yəni məncə yaşını təyin eləyə bilərsiniz. Dadını da yəqin ki, Orxan və Şamxal müəllimin sifətindən təxmin eləyə bilərsiniz. Final səhnəsi üçün isə ispanaqlı yumurta. Qiymətlərlə buradan tanış ola bilərsiniz. Sağ olsun, endirim də eləyiblər. Məkan adı isə Bəyazdır.